Kordilyer adı deformasiyaya uğramamış, yuvarlaşmamış təmiz 3 türk sözünün birləşməsindən ibarətdir. Bu ada birinci olan kör sözü təmiz türk dilindədir. Türklər gözləri görməyən canlıya kör deyirlər. Bu adda ikinci olan dil sözü təmiz türk dilindədir. Türklər bütün canlıların ağzında yerləşən və çox işlər görmək qabiliyyətinə malik olan orqana dil deyirlər. Bu adda üçüncü olan sözü təmiz türk dilindədir. Türklər bütün quru torpaq sahəsinə yer adlandırırlar, hətta biz üzərində yaşadığımız şar formasında olan torpaq sahəsini yer kürəsi adlandırırlar. Bu adda olan hərfi Y hərfi ilə eyni hərfdir. Sadəcə olaraq müasir dövrdə türk dilində olan Y hərfi Avropa xalqlarının ləhcəsinə uyğun olaraq hərfi kimi yazılıb. Bu adda olan kör sözü bu torpaq sahəsinin bu yolun uzun olması ilə yaranıb. Torpaq sahəsindən bu yoldan istifadə edən insanlar bu yolun uzunluğuna görə axırını gözlə görə bilmədiklərinə görə bu torpaq sahəsinə bu yola kör sözünü qoşublar. Bu adda olan dil sözünü türklər bu yolun uzun olması ilə əlaqədar qoyublar. Türklər bu yolun uzunluğunu dilə bənzədiblər və ona görə bu adda olan yer sözü yuxarıda göstərilən kör və dil sözlərinin torpaq sahəsinə aid olduğu üçün yaranıb. Biz bu Kordilyer adının izahatından, açılışından gördük ki, bu ad heç vaxt enişli, yoxuşlu, yüksək dağ silsiləsindən keçən yola qoyula bilməz. Bu ad ancaq ucu bucağı görünməyən, nisbətən düz olan torpaq sahəsindən keçən yollara qoyula bilər. Ona görə Şimali Amerika qitəsində yerləşən və müasir dövrdə Kordilyer adını daşıyan dağ silsiləsinin adı düzgün qoyulmayıb. And dağının adı da türk dilindədir. Türklər müqəddəs saydıqları torpaq sahəsinə sitayiş eləyir və onu and yeri sayırlar. Deməli, bu dağ silsiləsi türklər üçün müqəddəs torpaq sahəsi sayılıb və ona görə də bu dağ silsiləsinə and adı veriblər. Bəs bu adlar yer kürəsinə nə vaxt verilib? Biz yuxarıda buzdaşma dövründən qabağı araşdıranda Amerika qitəsində yerləşən bir çox dövlətlərin xalqlarının Afrika qitəsindən köçdüklərini gördük. Məsələn, Afrika qitəsində Ekvator, Braziliya, Kenya, Kuba dövlətləri, vilayətləri var. Amerika qitəsində də bu adda dövlətlər, vilayətlər var. Biz yuxarıdakı araşdırmada izah elədik ki, Amerika qitəsinə sarı və ağ irqi nümayəndələri buzdaşma dövründən çox-çox qabaq Afrika qitəsindən köçüblər. Mənə elə gəlir ki, Kordilyer yol adı And dağının adından qabaq yaranıb. Buzdaşma dövründən çox-çox qabaq bu qitədə yaşayan insanlar üçün ticarət yolu, gediş-gəliş yolu lazım olub. Ona görə Kordilyer yolu adı And dağının adından qabaq yaranıb. Mənə görə And dağının adı bu dağın insanlara hansısa köməyi dəyəndən sonra, xeyir verəndən sonra yaranıb. Buzdaşma dövründən qabaq yer kürəsinə iqlim müasir dövrdəki kimi bəlkə də biraz fərqli olub. Bu vaxtda bu dağ insanlara çox fayda verə bilməz. Mənə görə bu dağ bu qitədə yaşayan insanların köməyinə buzdaşma dövründə gəlib. Yadınıza salın ki, bu dağ silsiləsi müasir dövrdə Amerika adını daşıyan qitənin cənubundan tutmuş Alyaska torpaqlarına qədər uzanır. Bu dağ silsiləsi yer kürəsinə suyun ilk gəlişi dövründə suyun zərbəsindən suxurların sürüşərək belə-belə bir yerə yığılması səbəbindən yaranıb. Bu suxurların sürüşərək belə-belə yığılması səbəbindən bu suxurların arasında böyük boşluqlar yaranıb. Müasir dövrdə bu boşluğun uzunluğu 3000 kilometrə çatır. Bu boşluqların arasından çaylar axır. Buzdaşma dövründən iqlimin sərt soyuq olduğu vaxtda, insanların isti mühitə ehtiyacı olduğu dövrdə bu dağ öz qollarını açaraq insanları bu boşluqda yerləşdirərək ölməkdən, qırılmaqdan qoruyur. Elə bu səbəbdən bu dağa insanlar, daha doğrusu türklər And adı veriblər. Elə bu səbəbdən bu dağın adı yaranıb. Müasir dövrdə Amerika adını daşıyan bu qitədə olan ən böyük yolların, ən böyük dağların adlarının türk dilində olması bu torpaqlarda türklərin uzun illər yaşadıqlarına, ali rəhbər və söz sahibi olmaqlarına əsaslı sübutdur. Biz buzdaşma dövründən sonra xalqların şimala köçü dövründə yol xəritəsində buraxdıqları izləri, yaranan məkan, çay və dağ adlarını araşdırdıq. Biz bu köç dövründə türklərin böyük rol oynadığını gördük. Və biz bu araşdırmadan gördük ki, yer kürəsinə istər Amerika, istər Avropa, Asiya qitələrində o ən böyük dağların coğrafi cəhətdən ən böyük rol oynadığını gördük. Biz bu araşdırmadan gördük ki, yer kürəsinə istər Amerika, istər Avropa və Asiya qitələrində ən böyük dağların coğrafi cəhətdən ən böyük torpaq sahələrinin adı türk dilindədir. Bu adların yaranmasında yad planetlərin də rolu böyük olub. Mən apardığım bütün araşdırmada yeni yer kürəsinin yarandığı gündən buzdaşma dövründən sonra 4-cü köç dövrünə qədər bir dövrdə yad planetlərin yer kürəsinə böyük rolunu gördüm. Bu dövrdə, yəni yer kürəsinin yarandığı gündən axırıncı buzdaşma dövrünün sonuna qədər yad planetlər dünya dövləti qurub böyük sivil cəmiyyətlər yaradıblar. Müasir dövrdə bütün elm adamlarının möcüzələr saydıqları bütün dünya tarixi abidələri yad planetlərin bizə qoyub getdikləri yadigarlardır. Bu qədər əziyyət çəkib yer kürəsini yaradan milyon illər bu torpaqlarda yaşayan yad planetlər hansı səbəbdən yer kürəsini tərk ediblər? Yer kürəsini yad planetlərin tərk eləməsinə əsaslı axırıncı buzdaşma dövrü olub. Mən yuxarıda izah eləmişdim ki, yer kürəsində insan nəslinin dəyişməsinə əsas səbəb yer
kürəsinə buzlaşma dövrünün başlaması ilə əlaqədardır. Əgər yer kürəsini buz qatı tamamilə örtürsə, onda yer kürəsində yaşayan insanlar yer kürəsini tərk etməyə məcburdurlar. Yox, əgər tərk edə bilməyənlər məhv olmağa məhkumdurlar. Bu dövrdə, yəni yer kürəsini tamamilə buz qatı örtəndə yer kürəsində yaşayan insanların Günəş sistemində başqa yaşayış olan planetlərlə əlaqəsi olarsa, onda insanların bir qismi ölümdən azad ola bilər. Yox, əgər əlaqələri yoxsa, onda yer kürəsində yaşayan insanların hamısı, canlıların böyük bir qismi məhv olur. Mən deyə bilmirəm yer kürəsinin yarandığı dövrdən, yəni təqribən 4-5 milyard il bundan öncə yer kürəsini buz qatı tamamilə örtmə hadisəsi neçə dəfə olub. Əgər yer kürəsinin buz qatı bir hissəsini örtürsə, onda yer kürəsində canlı orqanın, o cümlədən insanların bir hissəsi qalaraq yer kürəsində yaşayışını ağır şəraitdə davam etdirirlər. Axırıncı buzlaşma dövründə yer kürəsini buz qatı həm şimal tərəfindən, həm cənub tərəfindən 20 dərəcə 25 dərəcə meridianına qədər örtüb. Bu buzlaşma dövründən qabaq yer kürəsində yad planetlərin rəhbərliyi ilə dünya dövləti fəaliyyət göstərib. Bu dünya dövlətinin idarə olunmasında sarı və ağ irqin nümayəndələrinin rolu böyük olub. Bu dövlət demoqrafik yox, sinfi olub. Bu dövlətdə ali insanlar, yad planetlər və onların nəsilləri olub. Mənə bu fikri söyləməyə buzlaşma dövründən öncə Aralıq dənizinin kənarlarında, yaxın şərq torpaqlarında qurulmuş, gözəl tikililərə malik olmuş yaşayış məskənləri əsas verir. Bu dövlətdə yad planetlərdən sonra o rəhbər vəzifələrdə çalışan sarı və ağ irqin nümayəndələri olub. Yad planetlər yer kürəsinin insanlarını siniflərə bölərək idarə ediblər. Yad planetlər bu sinfi bölmədə insanları bir-birinə düşmən vəziyyətə gətirərək idarə ediblər. Axırıncı buzlaşma dövründən sonra buzların azad etdiyi torpaqlara köçən insanlar az da olsa özlərini sərbəst, azad hesab ediblər. Bu sərbəstlik yer kürəsinə inqilabi zəmin yaradır. Bu dövlətin idarəçiliyində çalışan və yad planetlərin hakimiyyətçiliyindən bezən sarı və ağ irqin bir qrup insanlara bu yetişmiş inqilabı görüb inqilaba qoşulublar. Buzlaşma dövründən sonra 4-cü köç başa çatdıqdan sonra təxminən 16-17 min il bundan öncə yer kürəsini dünya inqilabı bürüyür. Bu inqilab yer kürəsinə uzun müddət çəkir. Yad planetlər yer kürəsində qalmaları üçün hər bir vasitəyə əl atırlar. Onlar yer kürəsində qalmaları üçün lazer şüasından və atom bombasından istifadə ediblər. Bu atom bombasının illəri müasir dövrdə Hindistan torpaqlarında qalmaqdadır. Bu atom bombasının törətdiyi fəlakətlər qədimi Hind nağıllarında öz yerini tapıb. Buzlaşma dövründən sonra yer kürəsini bürümüş dünya inqilabı yad planetlərin məğlubiyyəti ilə nəticələnir. Məğlub olmuş yad planetlər yer kürəsini tərk etməyə məcburiyyətində qalır. Yad planetlər yer kürəsini tərk etməmişdən qabaq özlərinə aid olan bütün maşın və texnikaları məhv ediblər. Onlar yer kürəsinin insanlarına elmi cəhətdən heç bir sənəd saxlamayıblar. Yad planetlər yer kürəsini tərk edəndən sonra dünya dövləti dağılır. Bu dünya dövləti dağılandan sonra Amerika qitəsi ilə əlaqə kəsilir. Bu kəsilmiş əlaqənin səbəbindən Atlant adı yaranır. Yəni Atlantik okeanının o tayında olan torpaqlarda yaşayan insanlar və qitə. Yer kürəsində dünya dövləti dağılandan sonra yer kürəsinin hər yerində insanlar bir müddət tayfa halında yaşayıblar. Tayfalar böyüdükcə onlara yaşadıkları torpaq sahələri azlıq eləyir. Ona görə qonşuların torpaq sahəsinə müdaxilə eləyirlər. Elə bu səbəbdən dünyanın hər yerində tayfa davası başlanır. Sonralar bu tayfalar birləşərək böyük qurum halına düşüblər. Bu qurumlarda birləşərək dövlətlər qurublar. Belə dövlətlər dünyanın hər yerində Amerika, Afrika, Avropa və Asiya qitələrində qurulurlar. Hər bir dövlət onun iqtisadiyyatı o dövr üçün onun yerləşdiyi torpaq sahəsinin maddi nemətlərinə bağlıdır. Belə torpaq sahələrindən ən yaxşısı müasir İraq torpaqlarından axan Farağat, Fərat və Dəclə çaylarının arasında yerləşən torpaqlar olub. Müasir elm adamlarının söylədiyinə görə dünyada ilk dövlət bu torpaqlarda qurulub. Bu fikir doğru deyil, çünki bu dövlətə qədər yer kürəsində dünya dövləti milyon illər mövcud olub. Yer kürəsini yad planetlər tərk elədikdən sonra dağılmış dünya dövlətində yer kürəsinin insanları yaşayıblar. Onların çoxları bu dövlətdə çalışıblar. Deməli, buzlaşma dövründən sonra yad planetlər yer kürəsini tərk eləyəndən sonra yer kürəsində yaşayan insanlar dövlətçilikdən xəbəri, anlayışı olub. Ona görə buzlaşma dövründən sonra ilk dövlətin müasir İraq torpaqlarında qurulması fikri yanlışdır. Yer kürəsinə dünya dövləti dağılandan sonra demək olar yer kürəsinin hər yerində, Amerika qitəsinin həm cənubunda, həm şimalında, Afrika qitəsinin həm cənubunda, həm şimalında, Avropa qitəsinin cənubunda, yaxın şərq torpaqlarında, Orta Asiyada, mərkəzi şərqi Asiya torpaqlarında kiçik dövlətlər yarandı. Sonralar bu dövlətlər böyüyürlər. Bu böyümüş dövlətlər birləşərək imperiya yaradırlar. Müasir dövrdə tarix elmində buzlaşma dövrünün sonundan başlayaraq bizim eradan əvvəl 10-cu min illərinə qədər heç bir nə yazılı, nə şifahi məlumat yoxdur. Müasir dövrdə tarix elmində qədim dünya tarixi haqqında məlumat təxminən bizim eradan əvvəl 10-cu min illikdən başlayır. Bəs buzlaşma dövründən sonra yer kürəsini yad planetləri tərk eləyəndən sonra yer kürəsində həyat necə davam eləyib? Bu yazdıqlarım mənim öz fikrimdir. Mənə görə yer kürəsini yad planetləri tərk eləyəndən sonra aşağıdakı kimi davam eləyib. Əvvəlcə Amerika qitəsindən başlayaq. Amerika, Atlant qitəsi.
Biz yuxarıdakı araşdırmadan gördük ki, Amerika qitəsində ilk həyat yer kürəsinin başqa qitələri ilə eyni vaxtda başlayıb. Hətta yad planetlərin ilk mayaqları olan Nazca xəttləri bu qitədə yaranıb. Yer kürəsində ilk din olan Quş dini bu qitədə xristianlığa qədər mövcud olub. Buzdaşma dövrünün başlaması ilə əlaqədar yer kürəsinə qəbul olunana Günəşə sitayiş dini bu qitədə bizim eranın 16-cı 17-ci əsrinə qədər mövcud olub. Yer kürəsinin bütün qitələrində yazın gəlişi ilə əlaqədar keçirilən bayramlar bu qitədə müasir dövrdə də davam edir. Yer kürəsinin başqa qitələrində olan insanlar dünyasını dəyişəndə var dövlətləri ilə birlikdə kurqanlarda dəfn bu qitədə uzun müddət davam edib. Bu kimi Amerika qitəsində olan adətlərlə oxşarlığı 20-yə yaxındır. Bütün Amerika qitəsində olan adətlərlə eyni olması bu qitələrin uzun müddət əlaqələri olduğunu, bir yerdə, bir cəmiyyətdə, bir dövlətdə yaşadıklarına əsaslı sübutdur. Biz yuxarıki araşdırmada gördük ki, yer kürəsinə axırıncı insan nəsli gəldikdən sonra yad planetlərin rəhbərliyi ilə qurulmuş dünya dövlətində hər sahədə çalışan rəhbərlər sarı irqin nümayəndəsi, yəni türklər və ağ irqin nümayəndəsi, yəni Avropa xalqlarının əcdadları olublar. Müasir dövrdə, yəni Avropalıların bizim eranın 15-ci əsrində Amerika qitəsini zəbt eləyənə qədər bu qitədə yerli xalqların arasında əriyərək yoxa çıxıb. Sarı irqin nümayəndəsi, yəni türklər buzdaşma dövründən qabaq da, buzdaşma dövründə və buzdaşma dövründən sonra da bu qitədə yaşayıblar. Buzdaşma dövründən sonra dünya dövləti dağılanda Amerika qitəsinə türklər çox az qalıblar. Bizim eranın 15-ci əsrində Kolumb Amerika qitəsinə gedəndə orada türk dilində danışan tayfalara rast gəlib. Ona görə Kolumb ikinci dəfə Amerika qitəsinə gedəndə özü ilə bu tayfalarla ünsiyyət yaratmaq üçün türkləri aparıb. Bəs buzdaşma dövründən sonra dünya dövləti dağıldıqdan sonra Amerika qitəsində yaşayan sarı və ağ irqin xalqlarının taleyi necə olub? Necə olub ki, bu, yəni sarı və ağ irqin nümayəndələri Afrikada, Avropada, yaxın şərq torpaqlarında, bütün Asiya torpaqlarında böyük dövlətlər, böyük imperiyalar qurduqları halda Amerika qitəsində bu irqlərin nümayəndələri qalmayıb. Bu haqda aşağıda yazdıqlarım mənim öz fikrimdir. Mən bu fikir haqqında uzun illər araşdırma apararaq bu fikrə gəldim. Məncə dünya dövlətinin dağılması belə baş verib. Buzdaşma dövründə yer kürəsinin əhalisi çox ağır şəraitdə, ağır vəziyyətdə yaşayıblar. İqlimin soyuq olması, qarlı yağışlı olması ilə əlaqədar yer kürəsinin əhalisini isti yaşayış şəraiti ilə ərzaqla təmin etmək dövlət üçün çox çətin olub. Ona görə əhali ilə dövlət arasında böyük narazılıq yaranıb. Buzdaşma dövründən sonra dünya xalqları buzdan azad olmuş torpaqlara köçərək həyat şəraitini yaxşılaşdırırlar. Bu həyat şəraitini yaxşılaşdıran xalqlar dövlətlə razılaşmayaraq köhnə qaydada, yəni yarı qul halında yaşamaq istəməyərək inqilaba başlayıblar. Bu inqilaba rəhbərliyi insanların orta qrupu və ali qrupunun bir hissəsi rəhbərlik eləyib. Bu inqilab dünyanın hər yerində eyni vaxtda başlayır. Əgər dünyanın hər yerində eyni vaxtda başlamasaydı, bu inqilabı boğmaq asan olardı. Bu inqilab ona görə qalib gəlib ki, yer kürəsinin hər yerində eyni vaxtda başlayıb. Bəs bu qədər uzaq məsafələrdə yerləşən qitələrdə inqilab eyni vaxtda necə baş verə bilər? Fikrimcə orta təbəqənin rəhbərliyi ilə yer kürəsində dünya inqilabını nə başlamaq olar, nə də qalib gəlmək. Bu inqilaba dünya dövlətində ali rəhbərliyində çalışan insanlar olmasaydı, bu inqilabı nə başlamaq olardı, nə də qalib gəlmək. Yer kürəsinə inqilab başladı və qalib gəldi yad planetlilər. Onların həmkarlarının bir hissəsi xalqa qarışdı, bir hissəsi məhv oldu, bir hissəsi isə yad planetlərə qoşularaq yer kürəsini tərk elədi. Bu inqilabdan sonra dünyanın hər yerində, o cümlədən Amerika qitəsində də dövlətlər quruldu. Bu inqilabdan sonra Amerika qitəsi ilə yer kürəsinin başqa qitələri ilə əlaqə kəsildi. Amerikada qurulan dövlətdə hakim dairələr yenə sarı və ağ irqin nümayəndələri oldu. Deyə bilmərəm bu dövlət neçə min il davam elədi. Bu dövlət qurulandan təxminən bir neçə min il sonra Amerika qitəsində qurulan dövləti təzədən inqilab bürüyür. Bu inqilab sayəsində Amerika qitəsində yaşayan sarı və ağ irqin nümayəndələri Amerika qitəsini Alyaska torpaqlarından keçərək Şimali-Şərqi Asiya torpaqlarına köçürlər. Bu torpaqlarda bir qədər güclənəndən sonra Mərkəzi Asiya torpaqlarına yayılırlar. Burada onlar yerli türklərlə qaynayıb qarışaraq böyük gücə malik olan dövlət qururlar. Bu güclü dövlət həm qərbə, həm cənuba hücum eləyərək böyük qənimətlər əldə edirlər. Bu böyük dövlətin qarşısında duran Asiya qitəsinin mərkəzində yerləşən buzdaşma dövründən sonra dağılmış dünya dövlətinin yerində sarı və ağ irqin nümayəndələrinin qurduqları böyük bir dövlət durur. Bu Asiya qitəsinin şimal və cənubunda yerləşən iki güclü dövlətlər arasında böyük, uzun çəkən müharibələr baş verir. Bu iki dövlətlər arasında uzun çəkən müharibələrdən qalib çıxan olmayıb. Ona görə də bu iki dövlətlər arasında uzun ömürlü sülh bağlanır. Bu səbəbdən sonra bu iki dövlətlər arasında sərhəd çəkilib. Bu sərhədi fikirləşib elə qurublar ki, bu həm sərhəd, həm də gediş-gəliş və ticarət yolları olub. Bu sərhəd, bu yol bir dövləti iki yerə bölüb iki qardaş dövləti yaradıb. Bu sərhəd bir torpağı iki yerə bölüb. Əvvəlcə bir olan, yəni bir tay olan dövləti torpağı bölüb iki tay eləyib. O gündən
Mərkəzi Asiya torpaqlarında yerləşən dövləti və torpaqları iki tay adlandırıblar. Sonradan bu torpaqlarda yaşayan insanların dəyişən xalqlarının ləhcələrinə, dilinə görə iki tay yuvarlaşaraq Kitay halına düşüb. Müasir dövrdə bu sərhədə türklər, yəni sarı irqin nümayəndələri Çin səddi, ağ irqin nümayəndələri isə iki tay səddi adlandırıblar. Bu bir səddin iki böyük irqin dilində, yəni sarı ağ irqin dilində olması bu irqlərin Asiya torpaqlarının həm şimalda, həm cənubda yaşamalarında, bu torpaqlarda qurulmuş dövlətin qurulmasında, yaşamasında böyük rolları olmalarından xəbər verir və sübutdur. İkitay sözü iki türk sözünün birləşməsindən ibarətdir. Bu adda birinci olan iki sözü türk dilində olub, rəqəmlərin ikincisinə deyilir. Bu adda ikinci olan tay sözünün izahatını yuxarıda vermişəm.